Bu geyim predmeti haqqında nə bilirsiniz? Adı kardigandır. Bunlar düyməli və zəncirbəndli olur. Hazırdakı düyməlidən istifadə edirəm. Bəzən düşünürlər ki, belə bir kardiganı ancaq yaşlı kişilər geyinə bilər, amma bu çox böyük səhvdir. Çünki hər yaşda bu çox gözəl görsənir. Sadəcə onu düzgün seçib dəstləşdirmək lazımdır. Gəzməyə çıxırsınızsa, onu tişörtlə geyinmək olar və yaxud da ki, casual köynəklə, ofisə geyinmək üçün isə onu köynəklə və hətta qalstukla da geyinmək olar. Və qaydalarından biri də aşağı düymələri açıq qalır. Yəni bu jilet və pencəyin qaydasına uyğundur. Yuxarı düyməsini isə istəyə uyğun olaraq həm açıq saxlayıb, həm də bağlamaq olar. Zəncirbəndli variantlar da var. Zəncirbəndli kardigan da çox gözəl görsənir. Amma burada bir məsələ var ki, bu kardiganı daha çox casual obrazda və smart casual obrazda istifadə etmək olar. Cinslə, casual şalvarla, hətta klassik şalvarla da geyinmək olar. Amma üzərinə köynək və yaxud da ki, tişört də əlavə etmək olar. Bu kardiganın üstündən gödəkçə və palto da geyinmək olar və qış zamanı isti saxlamağa yardım edəcəkdir. Bəs sizin bunların hansından xoşunuz gəldi?